Salam hər kəsə. Mövzumuz əmək ehtiyatlarıdır. Əmək ehtiyatları dedikdə kimlər nəzərdə tutulur? Bura daxildir. Deməli, 16-65 yaş qrupuna daxil olan, fiziki, yəni bədən olaraq sağlam olsun və əqli cəhətdən, yəni beyin olaraq sağlam, işləməkdən yayınmayan əhali əmək ehtiyatlarına aiddir. Bura həmçinin işsizlər də aiddir. Yəni əmək ehtiyatlarına həm məşğul əhali, baxın, ölkə əhalisinə aiddir əmək ehtiyatları, əmək ehtiyatları da məşğul olanlar və işsizlər olaraq əmək ehtiyatlarına daxildir. Deməli, əvvəlcə baxaq ki, bu işsiz nə deməkdir? İşsizlər kimdir? Baxın, iş axtaranlar, işləmək istəyənlər, iş axtarıb da tapa bilməyənlər, əlavə gəlir mənbəyi olmayanlar və məşğulluq orqanlarında qeydiyyatdan keçənlər işsiz sayılır. Yəni işləmək istəyir, amma tapa bilmir. Bu olur işsiz. Amma əmək qabiliyyəti olsa da, yəni işləyə bilər, amma işləmir və yaxud da fəal iş axtarmayan yetkin insanlar isə işsizlər qrupuna daxil deyil. Onlar belə deyək də, əgər bir insan işləmək istəmir, işləmirsə, bu o insana ancaq tənbəl demək olar. Yəni o işsiz hesab olunmur. Və yaxud da dilənçiləri məsələn misal göstərə bilərik. Əslində əmək qabiliyyətli əhalidir, amma işləmək istəmir. Yəni bu işləməkdən yayınan əhalidir. Daha sonra isə var burada, deməli ölkə əhalisinin tərkibində əmək qabiliyyəti olmayan, yəni 16 yaşa qədər olanlar uşaqlardır, işləməyən təqaüdçülər, yəni belə deyək də, xalq dilində desək, pensiya alan insanlar, yəni təqaüdçülər. Əsas biz burada baxacağıq əmək ehtiyatlarına. Dedik ki, əmək ehtiyatları 16-65 yaş aralığındadırsa, fiziki, əqli cəhətdən sağlamdırsa və işləmək istəyirsə belə deyək, bu insanlar əmək ehtiyatları hesab olunur və məşğul olanlar da bura aiddir, işsizlər də bura aiddir. Və dünya əhalisinin də 45%-i məşğul əhalidir. Daha çox məsələn Qərbi Avropa, Şimali Amerika, Rusiya kimi ölkələrdə hətta bu 48-50%-ə çatır. Amma bir qədər geridə qalmış kasıb Asiya, Afrika, Latin Amerikası ölkələrində isə 35-40%-dir. Bir də bunu qeyd eləyək ki, əgər bir insanın adında torpaq payı varsa, o işsiz hesab edilmir. Çünki istəsə o torpaqda nəsə əkib becərə bilər. Belə baxılır məsələyə. Daha sonra deyirik ki, hər hansı ölkənin biz bilmək istəyirik ki, bunun iqtisadi, sosial vəziyyəti necədir? Onda biz ona baxırıq işsizlik səviyyəsinə. Bəs işsizlik səviyyəsi nədir? Biz işsizlərin sayını bölürük əmək ehtiyatlarının sayına, vururuq 100-ə. Tapırıq ki, işsizlik səviyyəsi nə qədərdir? Baxın, deyək ki, işsizlərin sayı 5 milyondur, əmək ehtiyatlarının sayı da olsun 9 milyon. Və 5 milyonu 9 milyona bölüb vuracam 100%-ə, tapacam ki, işsizliyin səviyyəsi nə qədərdir? 5 milyon biraz çox oldu burada. Nəysə, nəticə etibarilə işsizlərin sayını, əmək ehtiyatlarının sayına bölürük, vururuq. Deməli, 100%-ə tapırıq ki, işsizliyin faizi nə qədərdir? Sabit iqtisadiyyata malik olan ölkələrdə işsizlik səviyyəsi adətən 7-8%-dən artıq olmur. Ümumiyyətlə, işsizliyin səviyyəsi əgər 7-8%-dən çoxdursa, deməli, burada ciddi iqtisadi problemlər olan bir ölkədir bu. Və burada bir məsələ verilib, ona baxaq. Məsələn, deyir ki, ölkə əhalisi 10 milyon nəfərdir. İndi bilirik ki, bu ölkə əhalisinin tərkibinə kimlər daxilidir? Əmək ehtiyatı olanlar, daha sonra əmək qabiliyyəti olmayanlar və işləməkdən yayılanlar aididir, düzdürmü? Və bizdən işsizliyin səviyyəsini soruşur. İşsizliyin səviyyəsinin düsturu nə idi? İşsizlərin sayını bölməliyəm əmək ehtiyatlarının sayına. İndi mən görüm burada əmək ehtiyatı nə qədərdir? Baxıram. 3,5 milyonu 16 yaşa qədər olan, yəni uşaqlardır. Aha, 2 milyon nəfəri təqaüdçülərdir. Aha, bunlar əmək qabiliyyəti olmayanlarda idi. Deməli, mən 3,5 milyon üzərinə gəlirəm 2 milyonu və işləməkdən yayınanları da bura gəlirəm ki, əmək ehtiyatlarını tapım. Hamısını topladım, elə də 6 milyon nəfər. Bəs ölkə ümumi əhalisi nə qədər idi? 10 milyon nəfər. 10 milyondan bu işləmək istəməyənləri və əmək qabiliyyəti olmayanları çıxıram, tapıram nəyi? 4 milyon deməli, əmək ehtiyatlarının sayıymış. İşsizlər nə qədər idi? 0,6 milyon. 0,6 milyonu bölürəm 4 milyona, vururam 100%-ə, bu da eləyir 15%. Bu da onu göstərir ki, işsizlik səviyyəsi yüksəkdir. Və ölkədə demoqrafik yük nə deməkdir? Yəni ki, əmək qabiliyyəti olmayan əhalinin, yəni uşaqlardır, yaşlılardır, onların sayını məşğul olan, yəni işləyən əhalinin sayına bölürlər. Tapırlar ki, demoqrafik yük nə qədərdir? Yəni bu işləyən gənc əhalinin üzərinə nə qədər yük düşür? Məsələn, burada qeyd olunub ki, orta hesabla hər 100 məşğul əhali təqribən 70 nəfər uşaq və təqaüdçünü təmin edir. Belə deyək, bu dəqiqə məsələn bizim maaşımızdan, ümumiyyətlə işləyən insanların maaşlarından vergi tutulur müəyyən qədər. Həmin o vergi təqaüdçüləri, yəni pensiya alan insanların pensiyasını təmin edir, yəni təqaüdünü təmin edir.
İndi vaxt gələcək biz yaşlı olanda da, yeni nəsillər, yəni indiki uşaqlar böyüyüb, onlar məsələn, maaşlarından vergi tutulacaq və bizim təqaüdümüz veriləcək. Bu da nəyi göstərir? Bu hansı ki ölkələr var idi, orada, yaşlı əhalinin payı çoxdur. Məsələn, Avropa ölkələridir, Amerika qitəsində olan ölkələrdir. Yəni yaşlı əhalinin payı, Şimali Amerikada olan ölkələr, yaşlı əhalinin payı çoxdur, deməli artıq burda, təqaüdə çıxıb onlar və gənc əhali işləyib pul qazanmalıdır ki, onların təqaüdü verilsin. Aydındır? Və orada da gənc əhali o qədər çox deyil, yəni, doğum çox aşağıdır, və ona görə də, gənclər arasında işçi çatışmazlığı hiss olunur və neyniyirlər? Xaricdən işçi qüvvəsi təmin etməyə çalışırlar. Məsələn, Almaniyada, gedib təhsil alıb işləmək, orada yaşamaq, bir qədər asandır və yaxud da, bəzi Avropa ölkələrində, yəni, kənardan işçi qüvvə qəbul eləyir. Nəyə görə bunu qəbul eləyir? Öz təqaüd belə deyək də, demoqrafik yükünü azaltmaq üçün. Yəni o əhali gəlsin burda işləsin və onlardan alınan vergi hesabına təqaüdçülərin, pulu ödənilsin. Çünki yaşlı əhali çoxdur və, ölmək də bilmirlər, yəni, uzun illər hələ yaşayırlar. Ona görə də onları təmin etmək lazımdır və işləmirlər. Təmin etmək üçün də onlara gənc işçilər lazımdır ki, vergi tutulsun və onların təqaüdü ödənsin. Bu qədər.